Mehdinin 100 manat pulu var idi. 100 manat pulu var idi. O qiyməti 8 manat olan 2 köynək aldı. Qiyməti 8 manat olan 2 köynək aldı və qiyməti 35 manat olan bir şalvar aldı. Qiyməti 35 manat olan bir şalvar aldı. Mehdinin nə qədər pulu qaldı? Neçə şalvar aldı? Bir dənə şalvar aldı. Qiyməti 35 manatdır. Necə? Hə, neçə qaldı? 49. 49. Necə hesabladın? 100-dən əvvəlcə 16-sını çıxmısan? Ya da ki 16 ilə 35-i toplayırıq. Neçə eləyir? 40, 51. O da qalır 49 manat. Afərin, tamamilə doğrudur. Təşəkkür edirəm sənə. Sən hesabladın? 49 manat. Yaxşı, 5 manatdan 30 qəpik çıxanda neçə qalır? 4 manat 70 qəpik. 4 manat 70 qəpik. 870 qəpik. Neçə manat, neçə qəpikdir? 8 manat 8. 8 manat 70 qəpik. 6 dəfə 8-in neçə eləyir?